Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz texniki ixtiralar, böyük coğrafi kəşflər mövzusunda olacaq. Biz bugün sizinlə Avropalıların 15-16-cı əsrlərdə kəşf etdikləri yeni torpaqlar və həmin torpaqlara gedib çıxmaqlarına şərait yaratmış texniki ixtiralar haqqında danışacağıq. Belə ki, 15-16-cı əsrlərdə Avropalılar bir çox yeni texniki nailiyyətlər əldə etdilər və bu nailiyyətlər hesabına onlar əllərində olan alətləri ya təkmilləşdirdilər, ya da yeniləri ilə əvəz etdilər. Həmin alətlərdən elə ilk olaraq çarxları misal çəkə bilərik. Belə ki, o vaxta qədər Avropalılar hər hansı bir tutaq ki, dəyirmanı, domlaları hərəkətə gətirməkdən ötrü su çarxlarından istifadə edirdilər. Ola bilsin ki, siz bunları filmlərdə və yaxud da sənədi filmlərdə görmüsüz. Bu çarxları, nəhəng çarxları yerləşdirirdilər su hövzələrinə və tutaq ki, çayın axmaq sürəti ilə bu çarxlar hərəkətə gətirilirdi və ondan uzalan qol da tutaq ki, dəyirmanın içindəki çarxları işlədir. O çarxlarla da iri daşlar buğdanı öydürdülər. Daha sonra Avropalılar yuxarıdan fırlanan çarxlar kəşf etdilər və yaxud da ixtira etdilər. Nə idi yuxarıdan fırlanan çarxlar? Yuxarıdan su tökülürdü və bu suyun ağırlığı ilə çarx biraz da sürətlə hərəkət edirdi. Yəni həm aşağıdan axan su, həm də yuxarıdan tökülən su çarxı hərəkətə gətirirdi və bu çarx artıq 2 qat sürətlə işləyirdi. Bu şəkildən də görüldü ki, məsələn, domna sobasıdır bu. Çarx hərəkət eləyir, körüyü basır. Körükdən daha qüvvətlə hava gedir. Domnanın içərisindəki alov daha çox belə alovlanır. Orda əriyən metal daha sürətlə emal olunurdu. Yəni artıq 2 qat sürətlə işləyən sobalarımız var, 2 qat daha çox dəmir emal eləyirik. Hə, bu isə gətirib çıxardırdı yeni silahların istehsal olunmasına. Yeni odlu silahların istehsalı üçün şərait yaradırdı. Belə ki, artıq ağır səhra topları istifadə olunmağa başlayırdı. Artıq əl silahları, tapançalar, muşketlər hazırlanmağa başlamışdı və bunun nəticəsi olaraq da feodal cəngavər dəstələri öz yerini odlu silahla silahlanmış muzlu orduya verirdi. Bundan başqa artıq feodal qəsrləri də etibarlı sayılmırdı, çünki vurub topla dağıda bilərdilər. Yəni bu vaxta qədər tutaq ki, kimsə qalada, qəsrdə uzun müddət müdafiə oluna bilirdisə, artıq bu top atəşi ilə qalanı çox asanlıqla vurub dağıdırdılar. Məsələn, biz Azərbaycan tarixindən belə bir nümunə görmüşük ki, Əmir Teymur gələndə Əlincə qalasında 14 il müdafiə oluna bildilər. Əlincə qalası 14 il sonra Teymur tərəfindən tutuldu. Əgər Teymurun tutaq ki, topu olsaydı, Teymur vurub qalanı dağıdır və asanlıqla onu fəth eləyə bilərdi. Beləliklə, texniki ixtiraların, texnikanın inkişafı nəticəsində feodal qaydaları əsasında formalaşmış iqtisadi və hərbi qüdrət laxladı və yerini başqa bir sistemə verdi. Bundan başqa, Avropalıların uzun müddət uzaq dəniz səyahətlərinə çıxmağa ehtiyat elədiklərini görürük. Niyə? Çünki onların bunun üçün texniki imkanları yox idi. Məsələn, ağır gəmilərdən istifadə edirdilər. Ağır gəmini də tutaq ki, dənizdə fırtına baş verdi, külək istiqamətini dəyişdi, başqa bir tərəfə üzdü, apardı. Və yaxud da yolda hər hansı bir təhlükə ilə qarşılaşdılar, özlərini müdafiə etmək üçün silahları yoxdur, kompasları yox idi. Artıq bu dövrdə yeni silahların kəşf olunması Avropalılara daha təhlükəsiz səyahət etməyə imkan yaradırdı və yaxud da kompasın əldə etməsi onların öz istiqamətlərini daha rahat təyin etməsinə şərait yaradırdı. Eləcə də deməli, yüngül gəmilər olan karavellaların kəşfi deməli, daha təhlükəsiz səyahətlərə, uzun müddətli səyahətlərə çıxmaq üçün şərait yaratmışdı. Yəni bu gəmilər yelkənlidir, küləyin hansı tərəfdən əsməyindən asılı olmayaraq çox rahatlıqla onunla üzüb uzaq səyahətlərə getmək mümkün idi. Yaxşı, biz görəsən bu boyda ixtiralar, gəmilər, silahlar, Avropalılar hara getmək istəyirdi? Niyə getmək istəyirdi? Bunun səbəbi nə ola bilərdi? Çünki Avropada pul kəsmək üçün qiymətli metallar, qızıl, gümüş az idi. Şərq ölkələrində isə bunlarla zənginlik var idi. Bundan başqa Şərqdə zərif parçalar, o deyirlər Hind qumaşı, Çin ipəyi. Şərqdə bunlar çox idi. Bundan başqa Hindistan ədviyyatla zəngin idi, hansı ki, Avropada bunları tapmaq qeyri-mümkün idi və Avropalıların geniş marağına səbəb olurdu. Çünki ədviyyat həmin vaxtlarda, məsələn, belə deyim də, qidaları uzun müddət mühafizə etməyə
şərait yaradırdı. Soyuducu yoxdur. Tutaq ki, əti duzlayır, istiyotlayır, uzun müddət saxlaya bilir. Və yaxud da ki, təbabətdə istifadə edirdilər. Hər hansı bir xəstəliklərin müalicəsində hazırlanan dərmanlarda istifadə edirdilər. Bundan başqa həmin vaxtlarda ədviyyat bir növ həm də status göstəricisi idi. Yəni ki, zənginlik göstəricisi idi belə deyək. Yəni sənin hər hansı bir zadəgansan, sənə qonaq gəlir və sənin süfrəndə o ədviyyatlar, istər darçın, zəncəfil, istiyot olması, yəni sənin belə deyim də, necə ki indi bahalı telefon, bahalı maşın o formada bir status göstərir, zənginlik göstəricisi idi Avropalılar üçün. Ona görə də ədviyyata çox maraq göstərirdilər. Yəni bir çox səbəbləri var idi, belə deyək. Hə, Hindistana getmək üçün yol tapmaq lazımdır. İndi deyə bilərsiniz ki, yox idi o vaxta qədər yol, var idi, amma hardan keçirdi? Aralıq dənizindən keçirdi. Kiçik Asiya və Suriyadan keçən ənəvi ticarət yolları artıq Avropalılar üçün əlçatmaz olmuşdu. Niyə? Çünki Osmanlılar Konstantinopolu fəth etmişdilər. Yəni bu ərazidən keçən ticarət yolları Osmanlıların əlində idi və həmin ərazilərə çox böyük gömrük rüsumu qoymuşdular. Bu da Avropalılara heç cür sərf eləmirdi. Həmin ərazilərdən keçəndə əldə etdikləri gəlirin çoxunu Osmanlılara vermək məcburiyyətində qalırdılar. Buna görə də Avropalılar alternativ yollar axtarırdılar. Həmin vaxtlarda belə bir fərziyyə yayılıb Avropada ki, yer kürə şəklindədir. Məsələn, tutaq ki, İspaniyadan qərbə doğru üzməklə gəlib təzədən İspaniyaya qayıdıb çıxmaq olar. Yəni şardı da bir tərəfindən üzüb qayıtmaq olur olduğun nöqtəyə. Və bir çox səyyahlar da bu yolu kəşf etməyə can atırdılar. Onlardan biri də İtalyan əsilli Xristofor Kolumb olmuşdu. Xristofor Kolumb İspan kralının təbəəsi idi və gəlir onu dilə tutur ki, bəs sən mənə gəmi ver, silah sursat, pul, mən qərbə doğru üzərək sənə çoxlu ədviyyat, qızıl, gümüş gətirəcəm. İspan kralı da Kolumbu təchiz eləyir və 1492-ci ildə karavellalarla qərbə doğru yola düşür. Gəl gör ki, Kolumb deməli gəlib çıxır Kuba və Haiti adalarına, yəni Amerika qitəsinə. O həmin əraziləri Hindistan hesab edir, düşünür ki, Hindistana gəlib çatıb. Burada gördüyü insanlar da hindular, səhvən hindular adlandırır. Amma baxır ki, burada nə ədviyyat var, nə qızıl, gümüş var. Ona görə də kör peşman qayıdıb gəlir İspaniyaya, yəni İspan kralı da bu boyda xərc çəkib, təbii ki, Kolumbu gül çiçəklə qarşılamamışdı. Kolumb bu peşmançılıqla vəfat eləsə də, çox keçməmiş həmin səyahəti bir İtalyan səyyahı Amerigo Vespucci təkrarlayaraq Kolumbun kəşf etdiyi ərazilər əslində yeni bir qitə olduğunu sübut etməyə nail olur. Buna görə də həmin qitəyə Amerigo'nun adını verirlər, Amerika adlandırırlar. Deməli, Avropalılar Amerikanı kəşf etdilər. Burada yaşayan insanlar, bunlara qızıldərililər və yaxud da hindular deyirlər. Həmin insanlar qəbilə şəklində yaşayırlar həmin dövrlərdə. Dərilərinin də rəngi biraz belə qırmızımtıl olduğuna görə qızıldərililər də deyirlər bunlara. Hər nə qədər Avropanın kəşflərindən, texniki nailiyyətlərindən, yeniliklərindən xəbərləri olmasa da, onların özlərinə məxsus dilləri, mədəniyyətləri çox mükəmməl, belə deyim, öz dövrünə görə mədəniyyətə sahib olan xalqlar olublar. Amma Avropalılar təbii ki, onları yəni olduğu kimi qalmağa imkan vermirlər. Və elə ilk olaraq əldə olmuş ərazilərə, yəni kəşf olmuş ərazilərə kimləri göndərirlər? Xristian misionerlər, əskərlər və tacirlər. Misionerlik nədir? Yerli əhalinin belə deyim də, sitayiş etmədikləri, yəni bir ərazidə yayılmamış bir dini həmin ərazidə təbliğ edən şəxslər, misionerlər. Tutaq ki, bunlar tutaq ki, şaman idilər, ruhlara inanırdılar. Gəlib orada xristianlığı təbliğ edirlər və əhalini xristianlaşdırmağa çalışırlar. Əskərlər nə edirlər? Təbii ki, əhalini qırırlar, divan tuturlar, tabe olmayanları ərazilərini əllərindən almaq istəyirlər təbii ki. Tacirlər də talançı yollarla ticarət eləyirdilər. Deməli, qitənin yeni sakinləri talançı və barbar təfəkkürləri ilə qitənin yerli sakinlərini məhv elədilər, əmlaklarını taladılar. Tabe olmaq istəməyənləri qətlə yetirirdilər. Yəni ya qula çevirir, ya qətlə yetirir. Yəni tabe olmaq istəməyənləri qula çevirirdilər. Hətta belə bir cizgi film də var, Məğlub edilməz Spirit. Yəqin ki, görmüş olarsınız. Orada nə oğlanı tabe eləyə bilirlər, nə də ki, atı ram eləyə bilirlər.
həmin o, Amerikanın kəşfindən bəhs eləyən, yerli Amerikalıların məhvindən bəhs eləyən bir cizgi filmidir. Sizə, belə deyim də, daha aydın olsun deyə bu misalı çəkmək istədim. Yerli Amerikalılar soyqırıma məruz qaldılar. Bunların sayı azaldı və yaxud ümumiyyətlə qula çevirə bilmirdilər bir çox hallarda. Ona görə də Amerikalıların qula ehtiyacları yarandı. Neyniyirlər? Gedib Afrikanın sahillərindən başlayırlar qul gətirməyə. Təsəvvür elə, sən bir Afrikalısan, öz ərazində ya balıq tutursan, ya ticarətlə məşğulsan, ya gəzdirsən sahildə, gəlib səni tutub gəmilərə doldurub aparırlar Amerikada. Qul kimi satırlar və səni məcburi şəkildə işlədirlər. Hindistana dəniz yolunun kəşfi. Biz dediyimiz kimi Hindistana dəniz yolu axtarılırdı. Təbii ki, Kolumb da bu niyyətlə yola çıxmışdı. Və Kolumb təbii ki, tək deyildi. Ondan başqa da bir çox səyyahlar bu cəhdi etmişdilər. Həmin səyyahlardan biri də Bartolomey Diaşdır. Bartolomey Diaş deməli Afrikanın qərb sahilləri ilə üzərək Hindistana getməyə cəhd eləyir. Amma deməli onun ekspedisiyası Afrikanın belə deyək də ucunda yerləşən Ümid burnuna qədər gəlib çıxmağı bacarsa da, artıq dənizçilərin yorulduğuna görə o geri qayıtmaq məcburiyyətində qalır. Yəni Hind okeanına çıxır, amma geri qayıtmaq məcburiyyətində qalır. Həmin ekspedisiyanı 15-ci əsrin sonlarında, yəni bir neçə il sonra Vasco da Gama təkrarlayır. Vasco da Gama Ümid burnundan keçərək Afrikanın şərq sahillərinə çıxır. Yəni qərbindən üzür, Ümid burnuna çıxır və Afrikanın şərq sahillərinə gəlib çıxır. Vasco da Gama deməli 98-ci ildə Hindistanın Kalikut limanına yanaşır. Burada yerlilərlə onun arasında Kalikut hakimi ilə münaqişə baş versə də, təbii ki, Avropalıların daha yaxşı silahları, daha yaxşı təchizatları olduğuna görə tezliklə üstünlük qazanaraq öz gəmilərini ədviyyatlarla doldurub Avropaya geri qayıdırlar və bu səfərdən onlar çox böyük qazanc əldə edirlər. Təbii ki də ən böyük qazancları isə Hindistana dəniz yolunun kəşf edilməsi olur. Yəni Hindistana dəniz yolunu artıq kəşf etdik. İndi qalıb yerin kürə şəklində olduğunu sübuta yetirmək. Bunu isə Fernando Magellan həyata keçirmiş olacaq. Belə ki, o 1519-cu ildə deməli səyahətə başlayır. Bir neçə ay içində deməli hərəkət eləyərək Amerika sahilləri, deməli Cənubi Amerika sahilləri ilə üzür, xəritədə baxaq. Deməli, Cənubi Amerika sahilləri ilə üzərək Atlantik okeanından Sakit okeana keçir. Hətta deməli Atlantik okeandan Sakit okeana keçən boğazı da onun adı ilə Magellan boğazı adlandırırlar. Sakit okeanda da burada qeyd olunub ki, uzun müddət fırtına olmadığına görə həmin okeanı Sakit okean adlandırırlar. Magellan Filippin adalarında yerlilərlə vəfat edir. Təəssüflər olsun ki, o bu səyahəti, yəni onun öz adına təəssüflər olsun ki, yekunlaşdıra bilməsə də ekspedisiya 1522-ci ildə İspaniyaya qayıtmağı bacarır və bununla da dünya tarixində ilk dünya səyahəti gerçəkləşdirilmiş olur. Bununla da dünyanın kürə şəklində olması faktiki olaraq sübuta yetirilmiş olur. Beləliklə, coğrafi kəşflər yerin kürə şəklində olmasını təsdiqləyir. Hindistana dəniz yolunu kəşf eləyir, Amerika qitəsini kəşf eləyir, amma bununla bitmir. Coğrafi kəşflər nəticəsində bunun həm də bir iqtisadi üstünlükləri təbii ki var idi. Artıq dünya ticarəti dənizlərdən okeanlara keçir. Yəni əvvəllər daha çox belə deyim də Aralıq dəniz vasitəsilə ticarətlə məşğul olurdularsa, hətta deyirdi ki, o zaman İtaliya şəhərləri bu ticarətdə üstünlük, Venesiya, Genoa ticarətdə üstünlük təşkil edirdilər. Amma artıq okeanlara keçdiyinə görə deməli Venesiya və Genoa bu ticarət yollarından kənarda qalırlar. Asiya ölkələri ilə ticarət Niderland və yaxud Hollandiyada deyə bilərik buna, İngiltərə və Portuqaliya limanlarında cəmləşmiş olur. Dünya ticarətinin genişlənməsi təkcə iqtisadi üstünlüklə qalmır, həm də müstəmləkə işğallarına gətirib çıxardır. Müstəmləkə nə deməkdir? Bir ölkənin başqa bir ölkənin ərazisini zəbt etməsi və həmin ərazini özü üçün xam mal mənbəyi olaraq istifadə etməsi. Yəni tutaq ki, ingilislər
Hindistanı tuturlar, həmin ərazidə hər hansı bir məhsulu yetişdirir, xam şəkildə oradan ucuz formada götürüb, öz ölkəsində istehsal eləyib, gətirib Hindistanda baha qiymətə satır. Aydındır? Bu formada ölkələrin istismar edilməsini biz müstəmləkə işğalları və yaxud da müstəmləkəçilik adlandırırıq. Bundan başqa, deməli, ilk müstəmləkə işğallarına təbii ki, dediyimiz kimi Portuqallar və İspanlılar başlamışdı. Onlar Hindistan, Ərəbistan yarımadaları, eləcə də Şərqi Afrikanın sahillərində yerləşən şəhərləri tutub öz müstəmləkələrinə çevirmişdilər. Burada da göstərilir. Zond, Mulak adaları, deməli, tutulmuş Çin və Yaponiya sahillərinə qədər gedib çatmışdılar. İspanlılar Meksikaya daxil oldular, yəni Cənubi Amerika Meksikaya daxil oldular. Braziliyadan başqa bütün Cənubi Amerikaya sahib olmuşlar. Braziliya isə İspanlılar tərəfindən tutulmuşdu. Onlar bütün müstəmləkələrdə yerli hindulara divan tuturdular, öz ərazilərini əllərindən alırdılar, onları qula çevirməyə çalışırdılar. Qula çevirə bilmədiklərini öldürüb məhv edirdilər və çox əksər hallarda da hinduları qula çevirə bilmirdilər. Buna görə də gedib Afrikadan qullar gətirirdilər. Qul ticarəti Amerika ərazisindən çox böyük gəlir gətirdiyinə görə çox belə vəhşicəsinə həqiqətən Amerikadan qulları, insanları tutub gətirib qula çevirirdilər bu ərazilərdə. Gəmilərlə gətirdiklərinə görə elə çoxsu yollarda qırılırdı. Və həqiqətən çox qeyri-insani şəraitdə onlar yaşadıklarına görə, istifadə edildiklərinə görə, istismar edildiklərinə görə də təbii ki, bir çoxsu bu şəraitdə uzun müddət işləyə bilməyib tələf olurdular. Narazılıq edənlər isə işgəncələrə məruz qoyulurdular. Beləcə, mövzumuz bununla da yekunlaşır. İstəyirsiniz son olaraq baxaq. Deməli, kimlər nə iş gördü? Dedi ki, Hindistanda dəniz yolunu axtarırdılar. Bunlardan biri Xristofor Kolumbu idi. Əslən İtalyan olsa da İspan kralının göstərişi ilə qərbə doğru üzərək Hindistana yol tapa biləcəyini ümid bəsləyirdi. Amma o gəlib Amerikaya çatdı. Təəssüflər olsun ki, bunun yeni qitə olduğunu öyrənə bilmədən vəfat edir. Əslində təəssüf deyirik, amma Kolumbun özü üçün təəssüf. Çünki yerlilərə tutulan divanı nəzərə alanda heç də insan təəssüflənə bilmir. Sonradan isə Amerigo Vespucci bu yerlərin yeni qitə olduğunu, deməli, dəqiqləşdirmiş olur. Vasco da Gama, hansı ki Hindistana gedən dəniz yolunu kəşf etdi. Bundan başqa ilk dünya səyahətini Fernando Magellan 1519-22-ci illərdə həyata keçirmiş. Özü hər nə qədər bu ekspedisiyanı tamamlaya bilməsə də, onunla gedən digər gəmilər dünya səyahətini tamamlamış və sağ-salamat İspaniyaya qayıda bilmişdilər. Bununla da bugünkü mövzumuz yekunlaşır. Hər birinizə uğurlar.